Deməli belə. Əzizlərim, bu günlərin 30 mart Şəhidlər Xiyabanına ziyarətə gəlmişəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Deməli, bu 44 günlük Vətən müharibəsi şəhidlərimizdir. Mən buradan, bu da şəhidlərimiz hamısı Allah dərgahında yeri alidir. Deməli, İlk Qarabağ 93 şəhidimizə ziyarətindən başlayıb 20 yanvar, sonra 44 günlük Vətən müharibəsində də inşallah bitirib gedəcəm evə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ailəsinə, ailələrinə səbir, dözüm. Ya Allah. Nə qədər ayağımız var, şəhidlərimizi rəhmətə gedən ailələri ziyarət edəcək. Bir o qədər Allah dərgahında qəbul olmuş olar inşallah. Allah oruç namazımızı qəbul etsin. Şəhidimiz 44 günlük sinifimizin adı yaşatdığımız 44 günlük Vətən müharibəsi şəhidi Nurzadə Elşən Əlisə oğlu simasında bütün şəhidlərimizin ailələrini Ramazanın mübarək olsun. Şəhid analarımıza, Nigar anamızın simasında bütün şəhid analarımıza, şəhid atalarımıza Allah səbir, dözüm, ailələrinə səbir, dözüm, can sağlığı versin. Öpürəm əllərindən, cənnət üzlü yanaqlarından, şəhid analarımızın, onların bizə əmanət qoyduqları evlatları, nəvələri, nə bilim, ailəsi, yaxınları, tanışları, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Belə, bu 44 günlük, yox, 1-ci Vətən müharibəsi 93 şəhidləridir. Belə. Bugün biraz hava istidir. Mən də biraz qalın giymişəm. İnşallah ki, ürəyim sıxılmaz bu yolda. Düzdür, müəyyən səbəblər üzündən oruç çox tutmadım, amma yenə də bu bizim Göyçayımızın 1-ci Vətən müharibəsi şəhidləridir. Vətən müharibəsi şəhidlərimizdir. Bu da Mövsümov Ceyhan. Bu da İsayev Rauf Soltan Məcidoğlu və Muradov Mehman Əsədoğlu. Bu da bizim 20 yanvar şəhidlərimizdir. Bu da belə. Allah rəhmət eləsin.
torbasını ömür versin ailesine, evlatlarına, yaxınlarına, nə bilim. Mehman Muradov Göyçayımızın məktəbimizin 4 nömrə məktəbin adını yaşadan şəhidimizdir. Bu da bizim şəhidlər xiyabanımız, sakit ruhlar. Allah dərgahında sakit ruhlarımız, cənnət mələklərimiz. Şəhidin adını yaşadığımız sınıfımız Nurzadə Eyşan. Allah rəhmət eləsin. Düzdür, qəbir üstü sabahdır, amma mən bugün gəlmişəm ziyarətə. Kərim Orxan, Şəhid Eyvazov Əli, Elnur Əliyev, Mövsumov Fərid, Məmmədov Vasif, Həsənov Marif və Nadirov Fərid və Bayramov Həsən. Bu şəhidlərimiz də bizim 44 günlük vətən şəhidlərimizdir. İmkan daxilində gücüm satan gəlirəm. Şəhidlərimizi ziyarət edirəm. Bu mənim özüm milli mənəvi dəyərləri olan borcumdur. Allah'tan aşağı. Şəhidlərin müqəddəs xatirəsi daim qəlbimizdədir. Heydər Əliyev. Oktay Maksudov. Generalda desəm bu. Şəhid Vidadi Xəlilov və Səmidli Babək. Allah rəhmət eləsin. Allah torpağı sağ ömür versin. Ailəsinə, evlatlarına. Bu da Babək Səmidli. Bugün sizler varsınız. Sizlerin ruhu karşısında baş əyirəm. Öz şəxsi borcum olarak, şəxsi ürəyimdən gələn hiss olarak. Sizlerin sayesinde bugün biz varıq, ayaqdayıq. Belə. Bura Göyçayın fəxri xiyabanıdır, şəhidlər xiyabanı. Burada 31 mart və 26 fevral Xocalı soyqırımına abidə var. 41-45-in şəhidləri var və 1-ci Qarabağ və Vətən müharibəsi şəhidləri. Bir də burada bir əziz ana heykəlimiz var. Bizim uşaqlığımızın ana heykəlisi. Şəhid bulağı və hər bir şəhidin adına da burada ağac əkilibdir. İndi orada gedək bir ziyarət edək. İnşallah. Bu bizim şəhid bulağımız. Allah qəbul etsin. Bir də itkin şəhidlərin, şəhid polkovnik Vidadi Xəlilovdur, İmran Əliyev, Fərid Mövsumov və Mütalib, Paşa Salmanov, İntiqam Şirəliyev, Eyşan Nurzadə. Bu da bizim Eyşan qaqamız. Xatırladım ki, şəhid Eyşan Nurzadə Eyşan, bu da bunun üstünün qozaları. Maşallah.
subay olub şəhidimiz. Və şükür ki, ağacı bar verib, meyvə verib. Şükür Yaradana. Belə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, ruhları şad. Torpağı sana Allah ailəsinə, nə bilim evlatlarına, yaxınlarına səbir versin. Bizlərə də Allah can sağlığı versin. Biz insanlara, vətəndaşlara imkan daxilində vaxtımızı, zamanımızı ayırıb rahat uyuyan cənnət mələklərini, şəhidlərimizi ziyarət edək. Bütün şəhidlərimizə Allahdan rəhmət, ərazi bütövlüyüm uğrunda canına fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah rəhmət etsin. Şəhidlər ölməz, vətən bölünməz. Şəhidlər o vaxt unudulur ki, yaddan çıxanda. Biz sizi heç vaxt unutmuruq, unutmadıq, unutmuruq və imkan daxilində bir müəllimə olaraq unutturmaram.